Deməli, xəstə bizə müraciət edəndə daban nahiyəsində geniş, irinli, kəskin, üfunətli bir yara mövcud idi. Xəstədə biz ambulator olaraq bu yaranı təmizlədik və artıq 2 həftədən sonra, müalicədən sonra yaxınlaşıb, yaranın vəziyyəti çox yaxşıdır. Bu da xəstənin birbaşa ayağına, sağlamlığına verdiyi önəmdən irəli gəlir ki, yara mütləq yuyulmalıdır. Bəzən xəstələr deyirsən, amma gəlir ki, qorxdum ki, yara su çəkər. Yəni, bu yaralarda mütləq bu yaralar yuyulmalıdır. Yara yuyulur gün aşırı olaraq, sarğıları olub və hal-hazırda artıq qangrenadan demək biz qurtarmışıq. Yaranın sağalması uğrunda mübarizə aparırıq. Yaramız da yavaş-yavaş sağalır, dinamika müsbətdir.